Son zamanlarda əsasən də cavan xəstələrdə belə bir durumla rastlaşırıq ki, xəstə gəlir, həkim məndə müəyyən simptomlar oldu və mən ChatGPT ilə söhbət etdim və orada mənə müəyyən tövsiyələr oldu və mən elədim o tövsiyələri, amma hansısa bir effekti ala bilmədim tutaq. Əlbəttə ki, bu ilk növbədə biraz gülməli gəlir, amma ki, biraz bu məsələyə dərin getsək, bu çox həssas bir mövzudur son zamanlarda. Əsasən də axır bir ildə süni intellektin inkişafı çox irəliləyibdir. Ümumi götürsək, süni intellektin tibb sahəsində, belə deyim, yavaş-yavaş görünür ki, möhkəm bir yer özünə ayırır, yavaş-yavaş. Əsasən də radiologiya sahəsində süni intellekt çox yaxşı bir uğurlara malik olubdur. Nəyə görə? Tutaq ki, tomoqrafiya, MRT, KT bu müayinələrə baxaraq müəyyən nəticə verir. Hətta bəzi tədqiqatlar var ki, hansısa süni intellektə tutalım bir 10.000 dənə ağciyərin tomoqrafiyasını yükləyiblər və belə deyim, öyrədiblər ki, əgər bu dəyişikliklər varsa da ola bilsin budur. Və bu nəticələr bizə göstərir ki, bəzi hallarda radiologiya sahəsində süni intellekt çox yaxşı bir nəticə edir. Yəni ki, həkimlərə köməklik kimi. Amma həkimi əvəz edici funksiya edə bilməz süni intellekt. Bu yenə də bu süni intellektdir. Bu bəzi mövzuları başa düşə bilməz. Düzdür, məlumat almaq üçün süni intellektdən istifadə etmək olar, ümumi bir məlumat almaq üçün. Amma hansısa bir müalicəmi, köməklikmi, əlbəttə bu biraz düzgün deyil. Və bugün belə bir xəbər eşitdim ki, Səudi Ərəbistanda hansısa poliklinikalarda süni intellekt olan, belə deyim də, həkim kimi təqdim ediblər. Yəni ki, bu həkim deyil, yəni süni intellekti, hansı ki, xəstələrdən sorğu-sual edir, müayinələrə göndərir və bunları hamısını analiz edir və öz tövsiyələrini verir. Bu nadir olan bir şeylərdir, yəni ki, buna da çox güvənmək lazım deyil. Çünki mən əminəm ki, tibb sahəsində olan süni intellektlər çox həssas mövzular var ki, yəni o ona toxuna bilməz heç cürə. Buna görə də yəni bu məsələyə xəstələr çox ehtiyat eləməlidir. Bəli, informasiya üçün bu çox yaxşı bir üsuldur, amma ki, hansısa bir qərar vermək və müalicə etmək o biraz düzgün deyil. Və bəzi süni intellektlərdə insanların sağlamlığına hansısa təsir edici məsləhətlər, yəni qadağan olunubdur, yəni ki, süni intellektlər verə bilməz. Ona görə də bu deməkdir ki, yəni bu süni intellektlər hələ ki, mənə elə gəlir ki, heç vaxt əvəz edə bilməz həkimi, amma köməklik kimi göstərə bilər.